Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabından üzerine olsun. Güzel bir mevzu var. Deyir ki, duaul garik. Boğulanın duası. Yani boğulanın duası deyəndə belə bir dua yoktur. İnsan boğulur bu duanı. Sadəcə burada bir güzel məna var. Boğulanın duası ne deməkdir? Yani çarəsizin duasına cavab veren Allah'a həmd olsun. Sıxıntı ve müsibəti aradan qaldıran Allah'a həmd olsun. Sonra Allah buyurur, Allah'tan qorxun. Ey Allah'ın bəndləri. Ya eyyuhellezine amenuttaqullah. Ey iman gətirənlər, Allah'tan qorxun. Deyir ki, boğulanın duası, bu ifade dua edenin halını en kamil şekilde təsvir eden ve onun duasının qəbul olunacağı en yüksek həddə çatdığını gösteren bir bənzətmədir. Bu 5. Yani böyle boğulanın duası deyək ki, böyle bir dua yoxdur, onu oxuyursan. Sadece böyle bir məsəl var. Ya, dersimizi kəstin yenə sən bizim. Bu o da, ağ. Ay Allah, bu hardan tapırsan bunları sən? Qorxur yazı, can. Bu o da, bala. Dersimiz getdi. Haqqınızı halal edin, mən bilmə, elə bir sual var. Ya. Ne gözəl, apa. Ay Allah, ne. Ona süd verdin inşallah. O eyni süd qabıdır da. Boğulanın duası, yani böyle bir xüsusi bir dua yoktur. Sadece dua edenin halını en kamil şekilde təsvir etmek, yani duanın qəbul olunacağını en yüksek həddə çatdıran iman, yəqinliyi ifade eden bir bənzətmədir. Yani elə bir mərhələ ki, artık onun duasının karşısını hiçbir maniye alabilmez. Bu dua, səbəblərin sarsıldığı, başka çarələrin hiçbir fayda vermediği bir anda Allah'ın mərhəmətini ve rahatlığını cəlb etmək üçün sarsılmaz bir dayaq. Peygamberimizden ve salihlerden böyle bir güzel söz var. Yani elə bir zaman gelecek ki, yalnız, yani bu sözü, boğulanın duasını eden nicat tapacaq. Bəziləri bunu götürüb elə bilər ki, xüsusi bir dua var. Suda boğulanın duası, ne bileyim, kurşun keçməz dua. O değil. Boğulanın duası bir ifadedir. Yani duanın necə edilmesini izah edir. Elə bir zaman gelecek ki, yalnız boğulanın duasını eden nicat tapacaq. Bu hədisi hakim rivayet eləyir. Zəhəbi sənədinin səhih olduğunu buyurur. Ne deməkdir bu? Boğulanın duası. Yani çünkü boğulmak halı, bakın, bir insanın en çaresiz bir halı denizin ortasında ve düşün ki hiç kimse onu xilas edebilmez. Bu meseleden bil ki yalnız onu xilas eden kim olacak? Uca Allah Teala emmen yucibul muttara izâ da'a. Çaresiz halda dua edene cevap veren kimdir? Neml suresinde altına buyuruyor 62. ayette. Yani boğulanın duası qulluğun dərin mənaların özündə cəmləyən və fövqəladə bir çarəsizliklə edilen bir duadır. Yani Allah'a yönelme, ondan başkasına ümidin tamamıyla tükenmesi ancak ve ancak Allah'a yönelmeyi deməkdir. Subhanallah. İbn-i Qeyyim bu meseleni güzel neyniyir? İzah eləyir. Bəndənin Allah'a en yakın gireceği kapı, bakın dikkatle dinleyin. Ben cevabını verdim de siz yazmayın da filan kəs çıxsın, filan kəs çıxsın. Ben özüm blok elədim. Xahiş edirəm, yazmayın heç kimse. Bəndənin Allah'a en yakın gireceği kapı tam bir iflas halıdır. Yani insan öz acizini etiraf edir. Yani özünde hiçbir hal, sebep, vasıta görmeden bütünlüğüyle yoksulluk ve ihtiyaç içinde olan bir şekilde
Allahın qapısına dayanmasıdır. Bu elə bir yoxsulluq və ehtiyac halıdır ki, bəndə sidq ürən Rəbbinə inanır, ancaq qəlbini Allaha bağlayır və deyir ki, Allahdan başqa heç kimsə məni xilas edə bilməz, mən ancaq tam Rəbbimə möhtacam. Yəni bunu içdən edir, ruhdan edir. Və Allah da nədir? Onun duasını qəbul edər. Yəni boğulan biri dua edərkən artıq düşün bir insan dənizdə boğulur. Dua edərkən gücünün tükəndiyindən, çarəsizliyindən Allaha sidq ürəklə yalvarır ki, Allahdan başqa heç kimsə ona yardım edə bilməz. Ona görə boğulanın duası ifadəsi bu deməkdir. Yəni insanlardan ümidini tamamilə çəkib, ancaq uca Rəbbinə yalvarır. Bilir ki, Allahdan başqa heç kimsə ona yardım edə bilməz. Ona görə bir insanın bir məxluqatdan dua istəməsi, boğulanın boğulandan kömək diləməsi kimidir. Sən ancaq Rəbbindən istəməlisən. O kəsin duası ki, öz gücsüzlüyünü və hər bir məxluqatın da acizliyini dərk etməsi elə bir səmimi duadır ki, bilir ki, onu Allahdan başqa heç kimsə nədir? Xilas edə bilməz. Bax, bu deməkdir. Əlacısızın duası bu deməkdir əlacısızın duası. Yəni, sıxıntıda qalanın duası bu deməkdir əslində. Boğulanın duası elə bir saf, bir ixlasla, səmimiyyətlə duadır ki, bu anda Allah ilə öz qəlbi arasında olan bütün maneələr aradan qalxır, ancaq qəlbini Allaha bağlayır, Allahdan başqa heç bir ümid mənbəyi yoxdur. Düşün, o insan deyir, ölümün yaxınlığını hiss edir, o anda sadəcə Allahdan istəyir və Allah da onun duasını qəbul edir. Hətta Məkkə müşrikləri belə, düşünün, o Məkkə müşrikləri ki, gəmiyə mindikləri zaman ən çətin, yəni gəmiyə mindikləri zaman ən çətin hal, gəmiyə miniblər, dalğalar var dənizin ortasında, Allaha şərik qoşmalarına baxmayaraq belə, düşünün, sidq ürəyini Allahdan istədikləri üçün Allah onların duasını qəbul edir. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ. Baxın nə deyir? Onlar gəmidə olanda yalnız Allaha dua edərlər. Amma Allah onları qurtarıb quruya çıxardıqda yenə şərik qoşmağa başlayar, davam edərlər. Allah təala bilir onlar şərik qoşacaq. Niyə onların duasını qəbul etdi? Çünki sidq ürəklə kim istiyor olsun? Namaz qılan olsun, olmasın, müsəlman olsun, qeyri-müsəlman olsun. Kim sidq ürəklə Allaha dua edərsə, Allah onun duasını qəbul edər. Yəni, boğulanın duası nə deməkdir? Allahla olan gözəl zənn, saf və dolub daşan bir ümid. Düşünün, bu deməkdir. Bu dua Allahdan başqa hər şeydən ümidini kəsərək, Allaha qarşı güclü rəğbət və təvəkküllə dolmuş bir duadır. Ona görə də Allahın bu duaya cavabı qəlbindəki gözəl zənnə uyğun şəkildə dərhal gələr. Peyğəmbərimiz buyurur ki, uca Allah təala buyurur, Qüdüs hədisdə, mənim bəndəmin mənim haqqımda etdiyi zənninin yanındayam. Bəndəm mənim haqqımda necə düşünürsə, mən də onun haqqında eləyəm. Subhanallah. Nə deyir Yəhyə ibn Muaz? Ən güclü ümid, bəndənin Rəbbinə olan ümidi, ən doğru zənn Allah haqqında gözəl zəndir. Rəbbim duamı qəbul edəcək. Baxın, soruşurlar salihlərdən birisinə ki, Allah haqqında gözəl zənn nə deməkdir? Allaha gözəl zənn, ondan başqasından ümidini tamamilə kəsməkdir. Allahdan başqa heç kimsəyə ümid bəsləmirsən. İstər sağ insan olsun, istər dünyadan köçmüş salih insan olsun. Ona görə
Allah tərəfindən belə dualar nədir? Dərhal qəbul olunur. Bax, misal üçün buna misal çəkirlər Yunus Peyğəmbərin duası. O Peyğəmbər bəlkə dənizin dərin qaranlıqlarında, balığın qarnında bu duanı etdi. وَذَنُّنْ اِذْ ذَهَبَ مُغَادِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ. Nə gözəl. Yunus qəzəbli halda çıxıb getmiş və bizim onu imtihana çəkməyəcəyini zənn etmişdi, güman etmişdi. Lakin o zülmətlərin içində dua edib dedi, səndən başqa ibadətə layiq heç bir haqq məbud yoxdur. Sən paksan, müqəddəssən, həqiqətən mən zalimlərdən olmuşam. Biz onun duasını qəbul etdik və onu qəm qüssədən xilas etdik. Biz möminləri belə xilas edirik. Ona görə içdən gələn dua bax bu deməkdir. Ona görə nədir Peyğəmbərimiz? Zinnun, yəni Yunusun balığın qarnında etdiyi dua. Kim bu duanı bir müsəlman hansı çətinlikdə edərsə, Allah onun duasını qəbul edər. La ilahe illallah. Niyə görə? İbn Qeym buyurur ki, yəni boğulanın duası bu deməkdir. Yəni əlacsızın duası Allahdan başqa ümid bəsləmir. Deyək ki, İbn Qeym Yunus Peyğəmbərin duasına gəlincə bu duada Allahın təkliyinin kamil təsdiqi, Allahdan başqa ibadət haqq məbud yoxdur. Onun pak və qüsursuz olduğuna inam, kamil sifətlər sahibidir. Bəndən isə öz zülmünü, günahını etiraf etməsi vardır ki, bunlar qəm, kədər və sıxıntı ən təsirli dərmanlarındandır. Bu həmçinin Allah Subhanahu və Teala dərgahında hacətlərin qəbul olunması üçün ən güclü vasitələrdəndir. Çünki tevhid, yəni la ilahe illə ent, tenzih, yəni subhanak, Allah bütün nöqsanadan uzaqdır. Allahın bütün kamil sifətləri ilə mükəmməl olduğunu təsdiq etmək, ondan hər bir nöqsanı, qüsuru və oxşarlığı inkar etmək deməkdir. Zülmü, günahı etiraf isə bəndənin günahlarını etiraf etməsidir. Bu etiraf edərsə, deməli qəlbində bir qırğınlıq var. Allaha acizliyini, etirafı var. Büdrəməsini etiraf edir. Allah'tan bağışlanma diləyir. La ilahe illallah. Onun nədirlər? Burada 4 şeydə Allaha yaxınlıq axtarır. Tevhid, la ilahe illa ent, subhanallah, tenzih, ubudiyyə, Allaha qulluq və bir də nədir? Etiraf. Çünki tevhid bəndəni Allaha yaxınlaşdırır. La ilahe illallah kəlməsi. İstiğfar və tövbə isə Allah'tan ayıran maneləri aradan qaldırır, günahları. Qəlbin Rəbbinə çatmasına mane olan pərdələri aradan götürür. Əgər qəlb Allaha çatarsa, artıq onun qəm, kədəri, sıxıntısı və hüznü aradan qalxar. Amma əgər o Allah'tan uzaq düşərsə, qəm, qüssə onu sıxar, kədər hər tərəfdə onu əhatə edər və dərd, qüssə onun həyatına hər yoldan daxil olar. Onun ki, hər bir dua edənin, əgər Allah onu tərk etsə, yardım etməsə, boğulan bir insanın vəziyyətində olduğunu dərk etməsi və boğulanın duasına bu qədər dəyər verməsinin arxasında duaran böyük bir mənaları görməsi, onu duaya sarılmağa, Allahın qapısını döyməyə daha çox təşviq edən amillərdəndir. Çünki boğulanın duası onun nicat səbəbi olmuşdur. La ilahe illallah. Həqiqətən də bəzi insanlar nə qədər moldardır. Kim olursa olsun, istənilən bir şəxsdən, istənilən bir şey yalnız Allahın istəyi və qüdrəti ilə baş verir. İnsan Allahın köməyinə daim nədir? Möhtacdır. Ona görə hər zaman qəlbini Allaha bağla və Allahdan istə. Subhanallah. İnsanın xaliqə olan ehtiyacı o qədər güclü olmalıdır ki, sanki suda boğulur. Suda boğulan necə Allaha qəlbən bağlanırsa, elə olmalıdır. La ilahe illallah. Onun ki, məxluqun məxluqatdan kömək umması, yox olandan kömək istəmə kimidir. Ey övliya, ey imam. Doğru deyil. Onun ki, məxluqun məxluqdan kömək umması,
yox olandan kömək istəmək kimidir. Ona görə də insan ancaq Rəbbinə yalvarar. Ona görə əgər mömin hər halında Allahın qarşısında boğulan kimi acizliyini hiss etməsi, ona möhtac olduğunu dərk etməsi, belə bir hisslə Rəbbinə üz tutarsa, Allah onun bütün çətinlərini aradan qaldırar. La ilahe. Çünki elə bir fitnə gələcək ki, ondan yalnız boğulanın duası kimi dua edən nicat tapacaq. Bir çox rivayətlərdə gəlir. Fitnələr çox olacaq, bəlalar çox olacaq. Gündə birisi görsən ortaya çıxır, birisi deyilsə ortaya çıxır. Quran ayələrini inkar edir, birisi çıxır Peyğəmbərin hədislərini inkar eləyir. Birisi çıxır Quranı öz bildiyi kimi yozumluyur, insanları azdırır. Həyatımızda görürük bunların şahidi. Subhanallah. Ona görə də elə bir fitnə gələcək ki, ondan yalnız boğulanın duası kimi dua edən nicat tapacaq. Yəni, dediyim kimi boğulanın duasına məqsəd budur. Düşün ki, dənizin ortasında Allahdan başqa heç kimsə ona yardım edə bilməz. Yəni, bunu qəlbən hiss etməsi, acizliyi, fağırlığı, möhtaclığı. Baxın, nə deyir sahillərdən birisi? Sadiq və Allaha yaxın olan bəndə dalğaları coşan dənizdədir. O boğulanın duası ilə Rəbbinə yalvarır, ondan qurtuluş və nicat diləyir. Yəni, mömin dualarında belə olmalıdır. La ilahə illallah. Baxın, nə deyir? Bir gün deyir, hədis əhlindən olan insanlar Fudeyl ibn İyadın qapısına toplaşdılar. O pəncərədən onlara baxdı, gözləri yaşla dolmuşdu. Onlara belə dedi, Qurana sarılın, namazdan ayrılmayın. Bu ağlama, yalvarma, boyun əymə və boğulanın duası ilə dua etmə zamanıdır. Bu dilini qoruma, qəlbini islah etmə, qəlbən Allaha bağlanma deməkdir. Subhanallah. Ona görə də baxın, nə deyərdi Sufyan Əs-Savri dostlarından birisinə yazır. Bu zaman deyir çirklənib. Onları öz zamanında deyirsə, bizim zamanımızda gör nədir. Haqq ilə batil bir-birinə qarışıb. Sufyan Savri'nin zamanını deyir. La ilahe illallah. İmam Cəfərdən elm alan, yəni imamların dövrünü o zaman deyirlər ki, hələ fitnələr çoxalıb. Gör, bizim zamanımızda nədir? Bu şərdən yalnız boğulanın duası ilə dua edən nicat tapacaq. Nə gözəl bir söz. Boğulanın duası bu deməkdir. Yəni, müəyyən bir söz deyil. Sidq ürəklə Allaha edilmə və izah etdiyimiz mənalar. La ilahe illallah. Baxın, deyir ki, sahillərdən birisi, ey filan kəs, Allaha elə sarıl ki, sanki boğulan bir adam özünü xilas edəcək bir şeyə sarılır. Dənizin ortasında bir insan boğulur. Əlinə nə keçsə ona yapışar. Bir taxta parçası belə ümiddir ki, ben bundan tutum, neyiniyim, sahile çıxım. Duan elə bir insanın duası olsun ki, o helakin aslanasındadır, baxın. Çünki helaksan, helak olacaqsan, elə dua edirsən ki, o helakdan xilas eləsən. Yəni, hər zaman müminin duası belə olmalıdır. Acizli etiraf, qəlbdə Allaha bağlı olmaq. La ilahe illallah. Çünki sən deyir, bugün çox böyük ehtiyac içindəsən və ağır təhlükələrlə üz-üzə gəlmisən. Və sidq ürəyinə inirsən, Allaha dua edirsən. Bura bəziləri girir, nömrə qoyur, ayıb deyən. Bura dini sayt bir şeydir. Adam axtarmayır. Baxın nə deyir? Bizim üçün yalnız boğulanın duası qalır zamanımızda. Boğulanın duasına məqsəd açıqladığımız formada. İnsan dua etməsə, xilas ola bilməz. La ilahe illallah. Əgər, baxın, günahkar, Allahın əmirlərini tərk edən, haqqını yerinə yetirməyən, bir şəxsin qaldırdığı əlləri Allah boş çevirmirsə, bəs görsən tam bir ehtiyac və təvazükarlıqla Allahdan bağışlanma diləyərək, öz acizliyini etiraf edərək, onun rəhmətini unaraq, onun səxavətini unaraq ona yalvarsan, gör Allah təala sənin dualarını necə qəbul edər. Ona görə də, bax bu deməkdir. Boğulanın duası sözündən məqsəd, baxın bu deməkdir. Yəni,
sidq ürəklə nədir? Edilən dua. Sanki ölüm təhlükəsindəsən, Allahdan başqa səni heç kimsə xilas edə bilməz. Yəni dua edərkən hər zaman belə olmalısan. Hər zaman. Sadəcə əli qaldırıb dua deyil. Bu dediğim formada, izah formasında, yəni boğulanın duası bu deməkdir. La ilahe illallah. Belə dua etsə insan, Allah Teala nə deyir? Onu xilas edəcək. Subhanallah. Baxın, gözəl bir hadisə, əvvəl danışmışdım, qoy bir də bizlər üçün bir ibrət olsun. Bir nəfər vəzifədə işləyir, qorxur ki, onu vəzifəsindən çıxardarlar. Bir alimin yanına gedir, deyir ki, alimin yanına gedir, ey filan, ey şeyx, ey alim, filan kəs tanıyırsanmı? Deyir, xeyr, tanımıram. Deyir, nə üçün? Deyir, filan işin var, problemim var. Deyir ki, o işin həll olunmadı. Deyir, xeyr, hələ də kömək edə biləcək birini axtarıram. Yəni, vasitə olsun mənimlə müdür arasında. O zaman alim ondan soruşur. Sənin problemini həll edəcək və ehtiyacını aradan qaldıracaq biri var. Və o sənə tamamilə yetərlidir. Adam soruşur. O vəzifədə qalmağıma təsir edə bilərmi? Vasitə ola bilər. Dedi, bəli. Dedi, onu tanıyırsan? Dedi, bəli, tanıyıram. Deyir, onunla danışa bilərsən, mənə vasitə olsun müdürlə mənim aramda. Müdürü tanıyır. Dedi, bəli, danışa bilirəm. Hətta sən özün də onunla danışa bilərsən. Adam təəccüblənir. Deyir ki, Allah xeyir versin. Onda niyə gözləyirsən? Danış onunla. Deyir, o kimdir? Deyir, sən də tanıyırsan. Deyir, kimdir? Allah. Bu sözlər işinə adam bir anlıq tərəddüd etdi. Alim ona deyir, ey qardaşım, əgər mən sənə desəydim ki, bu işi filan adam həll edə bilər, dərhal rahatlayıb ona üst tutardın. İndi isə deyirəm ki, bunu Allahdan isə sən tərəddüd edirsən. Gecənin sonlarında dua et. Ondan istəməyə utanırsanmı? Bir həftə sonra həmin adam təbəssümlə alimin yanına qayıtdı. Dedi, sənin yanından gedəndən sonra qəribə bir şey oldu. Allah məni o gecə sübh vaxtı oyatdı, sübhdən əvvəl. Sanki biri məni çağırdı. Qalxdım, dua etdim. Allaha sığındım və özümü ona çox yaxın hiss etdim. Səhər ürəyimdə iş yerinə getmək arzusu yarandı. Amma bu dəfə başqa yolla getdim. Yolumu dəyişdim və təsadüfən idarə rəhbərlə qarşılaşdım. Məsələmi ona dedim. O da məni çox gözəl qarşıladı və dedi ki, sən haradasan? Mənə sənin kimi bir mütəxəssis lazımdır. İndi isə deyir, mənə elə bir iş təklif elədi ki, əvvəlki işdən qat-qat yaxşı, indi seçim edirəm, deyir. Yəni, insanlar vasitədir, amma güc yalnız Allahdadır. Səmimi dua ilə onun qapısını döyən heç vaxt deyir, əli boş nədir? Qayıtmaz. Və ilə. Baxın, nə deyir sahələrdən birisi? Ömər ibn Sabit Əl-Xəzrəci. Bir dəfə Bəsra əhlindən olan bir adamın qulağına daş düşmüşdü. Həkimlər onu müalicə etməkdə aciz qaldılar. Düşün o zamanın tibbinə görə. Nəhayət ağrı beynində və başına qədər çatdı. Adam artıq bütün gecəni oyaq qalmağa başladı. Həyatı ona zəhər oldu. Bundan sonra yaxşı əməl sahiblərindən biri onun yanına gəldi və vəziyyəti ona şikayət etdi. O adam dedi, vay halına, əgər sənə bir şeydə fayda verəcəksə, bu Əla İbni Hədraminin dənizdə və səhrada etdiyi duadır. Yəni, sahillərdən bizi gözəl bir dua edib. Dedi, hansı duadır? O zaman belə deyərdi o. Ya Ali, yəni uca Allah. Ya Azim, ey əzəmətli. Ya Həlim, ey mülayim. Ya Əlim, ey hər şeyi bilən. Niyə Allahın bu adlarına dua etmirsən ki? Xəstə də həmin duanı etdi və o xəstəlikdən şəfa tapdı. O daşlayı qulağından çıxdı. Və ilahi. Baxın, insan dua edərkən Allaha sidq ürəklə dua edərsə, Allah da onun duasını elə yerdən qəbul edər ki, özü də nədir? Ummadığı yerdən uca Allah da onun dualarını qəbul edər. Yəni, boğulanın duasına məqsəd budur, qısa olaraq. Nədir? Yəni, sidq ürəklə Allahdan istəmək, sanki artıq və bilirsən ki, heç kimsə səni xilas edə bilməz. Subhanallah. Ona görə də bu, yəni, ən gözəl dualardan birisidir ki, yəni insan dua edərkən Rəbbinə belə dua etməlidir. Subhanallah. Baxın, gözəl bir fayda deyir ki,
Bir gün sahabələr həqiqətən Peyğəmbərimiz elə bir gözəl insan olub ki, Allah təala bizləri Peyğəmbərimizlə bərabər Firdevs cənnətində olmağı nəsib eyləsin. Deyir ki, səndən sonra biz həyata necə davam edə biləcəyik ey Allah Rasulü? İmam Məlik Muvatta adlı kitabında nəql edir ki, Peyğəmbərimiz salsın bir gün sahabədən dedi, bilmirəm məndən sonra nələr baş verəcək, nələr olacaq. Əbubəkir ağladı və dedi, səndən sonra biz həyata necə davam edəcək ey Allah Rasulü? Subhanallah. Düşün, Peyğəmbər onların yanında yaşayır və sonra Peyğəmbər dünyadan köçəcək, Peyğəmbəri seviblər, alışıblar. Deyir, sənə salam olsun ey Peyğəmbərimiz, ey gözəl insan. Sənə salam olsun doğulduğun gün, vəfat etdiyin gün, qiyamət günü yenidən diriləcəyin zaman. Sən ac qalsan da insanlar tox olsun deyə bizə bu dini gəlib çatdı. Sən köhnə yırtıq paltar giydin, çətinlərə dözdün, niyə? İman gəlib bizlərə çatsın deyə. Sən hicrət zamanı yoruldun, əziyyət çəkdin, bizlər bu dini öyrənək deyə. Deyir, sənə salam olsun ey Allah Rasulü deyir. Qəlbin sıxılanda Cəbrail sənə gəlib dedi ki, Allah sənə söz verir ki, səni ümmətinlə razı salacaq. Həqiqətən də nə idi o? Çoxlu salavat. Həqiqətən də biz səni sevirik ey Allahın Rasulü. La ilahe illallah. Yəni, salam olsun sənə ey Allahın Rasulü. Doğulduğun gün, vəfat etdiyin gün, qiyamət gün diriləcəyin gün ey aləmlərin sevimlisi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Gözəl bir rivayəti istədim sizlərlə bölüşüm. Həmçinin baxın, Peyğəmbərimizin gözəl bir əxlaqından. Peyğəmbərimiz aslında bir gün Fatimə anamızın evinə gəldi, lakin əlini orada tapmadı. Soruşdu, əmoğlun hardadır? Dinləyin. Yəni bu həmçinin nədir? Ey qızını evləndirənlər, bəzən olur ki, ailədə söz-söhbət olur. Valideynlər bəzən onların ailələrini dağıdır. Hər ailədə söz-söhbət ola bilər. Amma Peyğəmbərimiz görün necə davranır. Demədi ki, mən Peyğəmbərəm, qızımı sənə vermişəm. Xeyr, baxın Peyğəmbərimiz əxlaqına. Bir gün evə gəlir, dedi, əmoğlun hardadır? Fatimə anamız dedi ki, o mənimlə bir məsələyə görə incidi və çıxıb getdi. Mən də harada olduğunu bilmirəm. Peyğəmbər bir neçə insana soruşdu. Dedi, gedib onu axtarın, hardadır Əli? Nəhayət o məscidə getdi. Orada əlini torpağın üzərində yatarkən tapdı. Əli ibn Əbi Talib uzanıb torpağın üzərində. Üzəri də toz olub. Əlinin üstü başının torpaq içindədir. Peyğəmbər əlinin üstündəki torpağı silkəyərək mehribanlıqla dedi, qalx ey Abu Turab, qalx ey Abu Turab, torpaq atası. Ona görə bu ləqəb onun üçün ən dəyərli və sevimli çağırış oldu. Peyğəmbərimiz demişdi. Baxın, elə şeylər var ki, onların sayını təsəvvür etmək olmaz. Bunların biri də nədir? Sevgidir. Sevgi bir mənbədən çıxan axardır və onun müxtəlif miqdarlarda olmasını təsəvvür etmək mümkün deyil. Lakin Peyğəmbərimizin sevgisi daim böyüyür və təkrarlanırdı. La ilahe illallah. Çünki Allah onu sevgi ilə göndərdi. Necə ki, onu mərhəmətlə göndərmişdi. Peyğəmbərimiz bir gün sahabəsinə deyir, ey filan kəs, səni sevirəm Allah üçün. Düşün, Peyğəmbərin bir nəfər deyir ki, mən səni Allah üçün sevirəm. Görün, o nə böyük bir nədir? Məqamdır. Bir gün bir kişi gəlib, Peyğəmbərinin yanında dedi ki, mən filan kəsi Allah üçün sevirəm. Peyğəmbərimiz nə dedi? O zaman get ona bildir. La ilahe illallah. Sevgi, insanların bir-birini sevməsi ən böyük nədir? Gözəl ibadətlərdən birisidir. Baxın, Peyğəmbərimiz, amma Əli ibn Əbi Talib nə gözəl, eydi torpağın atası. Qalx ayağa. Demədi, sən niyə aranızda söz-söhbət olub, qızım inciyib, bəziləri qızını evləndirir, söz-söhbət olan kimi qızın əri üzərini qışqırır, sən beləsən, sən beləsən. Amma Peyğəmbərin necə davrandı? La ilahe illallah. Ona görə də Peyğəmbərimizin əxlaqı olmalıdır bütün ailələrdə. Subhanallah. Bu nə gözəl bir nədir? Fayda. Baxın, Peyğəmbərimiz s.ə.v-in bir gün Sə'd ibn Muaz, Peyğəmbərimizin ən çox sevdiyi sahabələrdən birisi. Sə'd ibn Muaz, düşünün. O,
yaralanmışdı, sağalmaq üzrə idi. Mədinənin küçələrində onun sağalmasını gözləyən bir ümid havası hökm sürürdü. Lakin heç bir xəbərdə olmadan qəfil bir anda Cəbrail əleyhissalam peyğəmbərin yanına nazil oldu. Cəbrail əleyhissalam gəlmişdi və çoxlu mələklər enmişdi. Səmanın qapıları açılmışdı və Rəhmanın ərşi titrədi. La ilahe illallah. Peyğəmbər bu çox təəccübləndi. Dərhal Səədin yanına qaçdı və gördü ki, Səəd can vermə, qan açılıb və Peyğəmbərimizin də gözləri yaşlandı. Və onun cənazəsinə iştirak etməyə mələklər gəlmişdi. 6 il İslamda olmuşdu. 6 il İslamda olmuşdu, amma onun cənazəsinə deyil, mələklər gəlmişdi. La ilahe illallah. Ona görə də Allah üçün bir şey edirsənsə, bil ki, Allah Teala onun əvəzini sənə bu dünyada verəcək, ahirətdə də verəcək. Allah Teala hər zaman dua elə ki, sonumuzu gözəl eləsin. Allah Teala bizlərə hər zaman gözəl sonluq nəsib eyləsin. Nə qədər bu dünyada yaşayacaq ki, hamımız nədir? Bir gün bu dünyadan köçəcək. Əsas odur ki, Allah dərgahına hansı əməllə getməyi. Allah sonumuzu gözəl eyləsin. Allah Teala bizlərə gözəl sonluq nəsib eyləsin. Allah Teala dualarımızı qəbul eyləsin. Mömin üçün əlbəttə kədərlənməli deyil. Dünya həyatıdır. Başa, yəni keçib gedir. Əsas odur ki, insan düşünməlidir ki, Allah dərgahına mən hansı yaxşı əməllərlə bu dünyadan nədir? Köçüb gedəcəm. Əsas möminin dərdi bu olmalıdır ki, hər şeyin sahibi kimdir? Uca Allah Teala. La ilahe illallah. Peyğəmbərimiz nə deyər sahabələrə? Deyərdi ki, yəni kədərlənməyin, üzülməyin, səbirli olun. Çünki bu dünya nədir? Qısa bir yerdir. Yəni bu dünya nə qədər yaşayacaqdır? Həmçinin baxın, Allaha dua edərkən sidq ürəklə dua. Buna İbn Qeyyim Mədərc-i Salikin kitabında gözəl bir rivayət edir. Mədərc-i Salikin kitabında. Deyir ki, bir yolda bir gün gedərkən açılmış bir qapı gördü. Oradan bir balaca uşaq çıxıb qaçdı. Körpə geriyə baxaraq yalvarır və ağlayırdı. Anası onun arxasına getdi. Lakin uşaq evdən çıxan kimi qapını üzünə bağladı. Uşaq anasını qəzəbləndirmişdi. Uşaq qapısının arasında bir qədər uzaqlaşdı qapıdan. Sonra dayanıb düşündü. Hara gedəcək? Gecə başqa bir yer yox idi. Çünki buradan qovulmuşdu. Kədər içində ümidsiz halda geri döndü. Qapının bağlı olduğunu gördü. Yuxu onu bürüyənə qədər qapının yanında kədər içində yatdı. O dayandı və yuxuya getdi. Düşünün, bunu İbn Qeyyim rivayət edir. Olmuş hadisə. Bir müddət sonra anası çölə çıxdı və onu bu vəziyyətdə görəndə ona acıyaraq bağrına bastı, öpdü və ağlayaraq ona belə dedi. Ey oğlum, səndən üz döndərən kimdir? Məndən başqa kim sənə baxar? La ilahe illallah. Məndən başqa gedəcək yerin mi var? Mən sənə qapını bağladım ki, məni unutmayasan, məndən uzaqlaşmayasan. Mən səni cəzalandırmaq üçün yox, sənə mərhəmətimlə daha yaxın olmaq üçün qapını bağladım. Sonra anası onu götürdü və içəri apardı. Amma onu qucaqlayıb dinə inirdi, ağlayırdı. İbn Qeym bu hadisəni deyir. Sonra deyir ki, Allah üçün ən yüksək misal. وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَى. Biz də düşünün, o uşağın vəziyyətində idik. Allahın qapısından başqa gedəcək yerimiz yoxdur. Əgər Allah qapısını bağlasa, yer üzü bizə dar gələr və heç bir çıxış yolumuz qalmaz. La ilahe illallah. Ona görə, amma sən geri qaydanda Allah səni qəbul edir, yenidən səni neynir? Qəbul edir və geri qayıdmağını gözləyir Allah Teala. Çünki Rəbbimiz özlərinə rəhməti götürmüşdür. Onun rəhməti qəzəbini üstələmişdir. La ilahe illallah. Hər şeyin sahibi uca Allah. Həqiqətən Allah Teala bəzən bizə bir müsibət göndərər ki, ondan daha böyük bir fəlakətdən bizi qorusun. Və ya o müsibəti göndərək ona dua edək.
Yenidən ona qayıdaq, uzaqlaşmışıq Allah Taala'dan. Heç kim düşünməzdi ki, Xızır Peyğəmbər Musa ilə hadisəsində o gəmiyi dəlməsəydi, gəmi dənizə çıxanda o zalım padşah o gəmiyə olanın əllərini alacaq idi və bununla da dolanışıqları əllərini alacaq idi. Amma orada Musa əleyhisselam hikməti anlamadı. Dedi, bunu niyə edirsən? Dedi, ona görə ki, bugün gəmi dənizə çıxmasın, əllərindən alınacaq. Allah bəzən bu dünyanı bizə daraldır ki, ahirətimizi uca etsin. La ilahe illallah. Ona görə Allah bəzən xəstəliklər də verməklə bizə rəhmət göstərir. Həmin xəstəlik günahları silir. İnsan bəzən öz gücünə aldanaraq təkəbbürlənir. Amma nə vaxt xəstələnir, o öz nəfsini bilir, acizliyini bilir, zəifliyini bilir və Rəbbinə qayıdır. Və Allah əsla qapını bağlamır. Qul onun dərgahına yönələn kimi qapını taybatay qulu üçün açar. Allah gecə əlini uzadır ki, gündüz günah edən tövbə etsin. Gündüz əlini uzadır ki, gecə gedən neynəsin? Günah etsin, tövbə etsin. Allah bizə möhtac deyil. Amma bizə qarşı biganə də deyil. Biz ona möhtacıq. Amma ondan uzaqlaşırıq. La ilahe illallah. O bizsiz də qüdrətlidir. Amma bizə nemətlər verir. Biz isə onsuz zəifik. Amma ona günahlarla üsyan edirik. O bizə cəza verməyə qadirdir. Amma bizə qarşı həlim, mülayimdir. Biz isə onun qarşısında acizik. Amma ona qarşı günahlarda cürət edirik. Uca Allah pakdır. Hər şeyə qadirdir. Nə gözəl bir ibrətli sözlər. Kimlərə aiddir? Qəlbi sinanlara aiddir. Sənin uca Rəbbin var. Heç bir şeydən nədir? Ümidini üzmə. Uca Rəbbimiz dualarımızı qəbul eyləsin, sıxıntılarımızı aradan qaldırsın. Bəli, ruzuya görə insan gərək əstağfurullah zikri nədir? Dilindən düşürməsin. Bütün zikirlər faydalıdır, amma ən çox faydalı zikir nədir? Əstağfurullah zikri. Əstağfurullah, əstağfurullah gün ərzində minlərlə et, minlərlə. Naşid düzgün deyil qulaq asmaq. Siz Quran dinləyin. Bu naşid nədir? Dini eləyiblər oyuncaq. Birisi nə bilim Əhl-i Beytdən oxuyur, birisi nə bilim dindən oxuyur. Bir qalıq klarnetləri çatın. O klarnet də var artıq. Bəziləri klarnetlə, qarmonla dindən oxuyur. Allahın dini muzika zat deyil axı. O başqa sahədir. Bəli, ayət kursi, İxlas, Fələq, Nas, Fatihə, onları suya oxuyub, o suyla içmək, bəli, cadudan təmizləyir insanı. Əlbəttə ki, hər gün onu eləyə bilərsiniz. Həftədə bir neçə gün eləyə bilər. Bu barədə video paylaşmışam, baxın, Instagramda. Maşallah, baxış sayı da çoxalıb, Allah həmd olsun. Instagramda paylaşmışam, 214 min insan baxıb, maşallah. Yəni, necə eləmək lazımdır? Falçıya getmə, evdə özün et. Bax, bunu girin, dinləyin. Instagramda var. Falçıya getmə, evdə özün et. Özün edə bilərsən, bəli. Falçıya nə geysən? Falçı güya nə inir? Bax, dünən sizə bir gözəl fayda verim. Dünən bu ruqya oxuyanlardan birisi ilə görüşdüm. Yəni, harasa gedirdi, apardı. Bir dostumuzun evində ruqya edirdi. Ondan bəzi şeylər soruşdum. Yəni, bilsən belə insan hər zaman öyrənməli. Çünki nəyə görə? Bir var sən oxuyursan, bir də var ki, o praktika hər gün bu iş içindədir. Yəni, hər gün kimsə ruqya oxuyur, bu şeytanlarla, cinlərlə mübarizə aparır, falçılara qarşı. O gözəl fayda mənə dedi. Dedi ki, baxın, bu falçıların yanına gedənlər dedi, bir müddət sonra onların ailələr də xəstələnirdi. Heç bunu bilmirdim mən. Subhanallah. Falçının yanına gedir, cadukarın yanına gedir, güya yaxşı olacaq deyə bir müddət keçən sonra ailəsi də xəstələnir. Niyə? Bütün o bəlanı ailəsinə gətirir. Çünki sən falçıların yanına gedəndə cinlərlə əlaqəyə girirsən. Elə insan var ki, anasına uşağı deyir, xəstədir, deyir ki, uşağıma ruqya oxuyur, uşağı oxuyur o ruqya, sonra ortaya çıxır ki, bunun anası xəstədir. Uşaqda hiçbir şey yoxdur. Niyə? Çünki daim falçıların yanına gedir. 65 qəpiydi, indi keçdilər 10 manatı. Bizim səhifəmiz reklam deyil axı burada. Anasına oxuyur, uşağı oxutdurur. Sən demədiyi, anası xəstədir. Niyə? Falçının cadukarın yanına gedir. O xəstəlik keçib onun uşağına.
Ona görə də siz özləriniz səbəb olursunuz, ailənizi, balalarınızı xəstələndirirsiniz. La ilahe illallah. Gedirsiniz o falçıların, cadukarların yanına. Yağış suyu şəfadır, batildir, belə bir şey yoxdur. Aprel yağışını toplayın, nə bilim içərisində filan şey oxuyun. Peyğəmbərimizdən belə bir şey yoxdur. Aprel yağışı, may yağışı, nə bilim yanvar yağışı, bu uydurmadır. Peyğəmbərimizdən elə bir hədis yoxdur. Misal üçün gözəl bir fayda verdi o ki, ailəsini xəstələndirməsi, bəzən ailəyə zərər verməsi. Ona görə deyir, səhər-axşam qorunmaq üçün səhər-axşam zikirlərini oxumaq. Bunu həmişə mən paylaşmışam WhatsAppda. Yenə də paylaşıram inşallah. Səhər-axşam zikirlərini mütləq oxumalıdır insan. Qorunmaq üçün cadudan, göz dəymədən qorunmaq üçün səhər-axşam zikirləri, çoxlu zikirlər, çoxlu Quran. Yəni bu gözəl faydanı oxudum. Həm bir gözəl fayda oxudum ki, bir insan deyir, səhər oxuyursa Ayətül Kürsi, İxlas, Fələq, Nas, sənə kimsə cadu edirsə, inan o cinləri göndərəndə onlar sənə yaxınlaşa bilmirlər, yanırlar deyir. Subhanallah. Yanırlar deyir, yaxınlaşa bilmirlər. Niyə? Ayətül Kürsi, İxlas, Fələq, Nas, bu surələr elə bunun üçündür. Yaxınlaşa bilmirlər insanadır, yanırlar deyir. Başqa zikirlər, la havlə və la quvvətə illə billah, əstəğfirullah, bütün zikirlər. Peki sənə cadu eləyəndə yaxınlaşa bilmir cinlər, şeytanlar. Yaxınlaşanda yanırlar sən, yanırlar deyir. Külə dönürlər. Çünki zikirlər, dualar nədir? Qorunmaq deməkdir. Yatanda dəstəmazla yatmaq vacib deyil. Sadəcə müstəhəbdir, gözəl savabdır. Əlbəttə ki. Əstəğfurullah zikri. Hər şey üçün əstəğfurullah zikri. Səhər-axşam zikirləri uzundur. Bir 20-yə yaxın zikirdir. Həmişə mən onu paylaşıram ki, onu çox əzbər bilmir. Heç olmasa telefonunuzda saxlayın. Telefonda var axı, not dəftəri dillər, nə dillər. Orada saxla, hər səhər oxu, hər axşam oxu. Kim deyir o surələr kömək etmir? Onu deyən ya deist olar, ya da hədis inkarçısı zındıq olar. Başqa kim olar ki? Din düşməni olar. Adi tanrı, bəli, qadına zikr edə bilər. Nə qədər keçdi? Bax, nə qədər oldu? $55 dəqiqə, bəsdir, dinləyicilərimizi yorduq. 1 saatdan keçməyək. Yenə də dua eləyin, yenə də dua eləyin, yenə də dua eləyin. O iş alınacaq inşallah. Və zikirləri də çoxaldın. Daha məğribdən sonra dərs eləməyəydim. Bəlkə eləyəyim məğribdən sonra. Dinləyicilər deyir ki, 24 saat danış. Dinləyicilər kefdir. Maşallah. O suya oxumağı stəkan paylaşmışam ha Instagramda. Girin baxın da, adı belədir bax. O şey. Falçıya getmə, özün evdə et. Maşallah 214 mində insan baxır. Bax, bir dənə dərs paylaş, 10 min baxar, baxmaz. Amma bir dənə falçılardan paylaş, 100 mindən insan baxır maşallah. Gözümə kölgələr görsənir, zikir, çoxlu zikir. WhatsApp yoxdur sizdə. Necə Instagram, TikTok var, WhatsApp yoxdur sizdə. Qəribədir. Belə dinləyicilərimiz var. Instagram'a girir, TikTok'a girir, amma WhatsApp istifadə eləmir. Qəribə. Instagram'dadır, amma WhatsApp yoxdur. Ola bilər. Facebook'da paylaşıram. Facebook yəqin var. Telegram'da paylaşıram. Sual verirlər. Deyirlər ki, bu ayələrin 700 və ya 900 ayənin təfsiri gəlir. Bu dil bizi çaşdırdı. O Sapıq Elşad Meri deyib, belə deyib. Nə deyib? Quran ayələrinin 700 və ya 900-dən artığının təfsiri gəlir. Yaşı o zındıq dində bir dənə şey çıxar. Bütün ayələr təfsir olunur. Əlbəttə ki. Ayə var, açıqdır, aqimusa, namaz qılın. Hə. O təfsiri var. Elə ayə var ki, açıq-aşkardır. Hər bir ayənin təfsiri var. Sadəcə o bir sabah cahildir də, neyini? Allah məhv eləsin dinimizə, hədisləri inkar edənləri, iftira atanları. Hər kəsə iftira atır bugün. Mənə də ilişir.
Mən də onu Allaha tapşırıram, ona Arafada dua edəcəm inşallah. Allah onun dilini qurutsun iftiralarına görə. Dəstəmazı başı örtülü, başı açıq fərqi yoxdur yəni. Pulla dindən, Qurandan danışanlar kimlərdir? Vallahi bilmirəm. Biz pulsuz danışırıq. Pul almışam səndən eldəniz. Pul vermirsən mənə? Yox. Özümüz xərcləyirik. Çay pulunu da xərcləyirik, internetdə xərcləyirik. Heç kimdən pul da almırıq. Səhər zikirlərini, kim namazı qılarsa, səhər zikirlərini edərsə, bu ümrə savabı qazanır. Bu evə də aiddir və qadın evdə. Qadınlara da aiddir də, yəni o məsciddə kim məsciddə sübh namazını qılırsa və günəş çıxana qədər gözləyirsə, duha namazını qılırsa, ümrə savabı qazanır. Qadınlara da, çünki nəyə görə qadınlar məscidə getməyi vacibdir, axı qadının evdə qılma namaz daha üstündür. Ona görə qadın misal üçün sübh namazından sonra oturdu, günəş çıxana qədər gözlədi, duha namazda qıldısa, ümrə savabı qazanır. Kişi məsciddə aiddir. Kişilər də tənbəllik eləməsin də. Pişiyi həyətə bağlayıb evə buraxmıram, amma yemək verirəm. Günah deyil, yox, yeməyini verirsənsə, günah deyil. Siz niyə xutbə demirsiniz? Elə bu xutbədir də, dərsdir də. Canlı yayın. Allaha həmd olsun. Səhər axşam zikri hansılardır? WhatsApp-a yazarsınız, göndərərəm. Vaxtdan vaxa paylaşıram mən onu. İnşallah sabah birisində paylaşaram səhər axşam zikirlərini. Vallahi bilmirəm. Onlar pulla dindar düzəldir, nə düzəldir? Belə şeylər məlumatım yoxdur. Pulla dindar düzəldir. Kim düzəldir pulla dindar? Nə bilim, o sualınızı başa düşmədim, gözəl insan. Tövbə namazı, yəni insan günah edəndən sonra, günah edibsə, dursun 2 rükət namaz qılsın, Allaha dua etsin. Allah onun tövbəsini qəbul edər. Amma hər zaman belə qılmaq deyə belə bir tövbə namazı yoxdur. Əsr namazını nə zaman qılır? Əsr namazı çoxdan girib. Biz qılmışıq əsr namazını. Valla mən möhürsüz qılıram, amma kim necə qılır, mən heç kimsənin namazını dil uzatmıram. Səhər zikri deyəndə, yəni sübh namazından sonra günəş çıxana qədər o zikri et. Hətta etməmişsən belə, günəş çıxandan sonra da o zikri eləyə bilərsən. Nömrəm Instagramda var profildə. Instagrama girin. Nömrəm Instagramda profildə var, səhifədə var. Rükuda zəkat verənlər deyilmir onu, Quranda elə şey yox. Orada dedi ki, rükü edirlər, zəkat verirlər. Rükuda insan necə zəkat verə bilər? Birinci, namazda tərpənmək doğru deyil, bu bir. İkinci, rükuda yanında zəkat versən, yanındakı bəlkə zəngindir. Namazın içində zəkat verirlər, o ayəni səhv başa düşürlər. Orada söhbət gedir ki, rükü edənlər, zəkat verənlər. Ağsaqqal, sən deyil namaz qılırsan, amma buddistlərin jetonuna möhtac qalmısan. Hansı jeton? Nə danışır bu? Deyib, buddistlərin deyil jetonuna deyir. Möhtac qalmısan. Buddistlərin nəsə jetonu var? Başım çıxır. Bu, elə dark, sən nə demək dark? Qaranlıq demək. Elə qaranlıq çöküb sənə. Xəstə. Mən biri soruşur, deyir, yoldaşım mənə deyir, bəlkə incitdi deyil. Mən deyir, onu bağışlaya bilmirəm. Buna görə günah qazanmıram. Hansı ayəni inkar edir? Talih rəhimli. Hansı ayəni inkar elədik biz? Nə danışır bu? Hansı ayəni inkar elədik biz? Nə danışır bu? Duha namazın savabı nədir? Duha namazın savabı odur ki, duha namazı Allaha şükürdür. Həmçinin Allah Teala Qüdsə hədisdə buyurur ki, Peyğəmbər Allah Teala buyurur ki, Qüdsə hədisdə kim günün əvvəlində mənə 4 rükət namaz qılarsa, onu günün sonuna qədər qoruyaram. Rükuda zəkat verənlər ayəsi yox deyə o səhv başa düşmüşsünüz siz. Rükuda zəkat verilmir. Orada deyir ki, rükü edənlər, zəkat verənlər Allahın hamısını tərifləyir. Rükuda zəkat necə verilir? Yaxşı, mən sənə deyirəm. Rükuda necə zəkat vermək olur? Getmirsən meçidə, getdin rükuya. Yanında zəkat düşür, düşmür. Namazda necə zəkat verir? Ay filan ki, zəkat verirəm götür. Belə şey var. Namaz oyuncaq zatdır sizə. Başı xərabdır bunun ne? Sapıq o şeydir də bu. Sapıqlardandır da. Başı xərab.
Deyir, mən yoldaşım deyir, mənim möhkəm incitdi, mən onu bağışlaya bilmirəm. Günah Bağış- qazanıram. Hə, bağışla da bağışla. Bağışlamaq lazımdır. Hə. Gəldi. İşitçi qadınlar gəldi. Tağutdan danışırsan, filan şey danışırsan. İşitçilər də var axı belə bu. O şey bilsən işitçi bunlar kimdir işitçilər? Bunlar virtual mücahidlərdir. Səhər axşam girirlər, onu söydülər, bunu virtualda cihad eləyirlər. Həyatda isə iki eşəyin arpasını bölə bilmirlər. Virtual mücahidlər. Özü kimdir? Cavan qızlar. Gedin uşağınıza baxın, ərinizə baxın, ailənizə baxın. TikTok mücahidləri deyirəm onlar. Otururlar TikTokda o kafir, bu kafir, vuruşmaq lazımdır, Allahu Ekber. Tağut. Həyatda salat doğraya bilmir, xiyar kəsə bilmir bu adam. Pomidor doğraya bilmir, adam doğrayacaq. Sapı. İşitçilik odur ki, ona buna kafir deyir. Bütün peyğəmbərlər gəlib cahillərə kafir deyiblər. Sən əhli hədis deyilsən, sən əhli işitsən. Adına bax, əhli hədis. Özünə bir ad da götürüb, əhli hədis. Əhli hədis deyilsən, sən əhli işitsən. Xəlifəniz də gəbərdi, getdi, hələ də adam olmadınız da. Ulan bir o Yahudi agentlik xəlifələri var idi, Bağdadı. Gəbərdi, getdi, hələ də bu adam olmadı. Duha namazı günəş tam çıxandan sonra günorta namazına 15 dəqiqə qalmışa qədər qılmaq olar. Salavat deməyin savabı odur ki, insanın Allah təala sıxıntısını aradan qaldırır, dualarını qəbul eləyir. İşitçilərə qarşı mərhəmətli deyiləm, bəli. Çünki işitçilər sapıqdılar. O qədər insanların ölümünə səbəb oldular. Baxın, Suriyədə nə qədər insanı yığıb qırdılar. Nə qədər müsəlmanı aldadıb o işitçilər Suriyədə, İraqda qırdılar. Cahil müsəlmanları. Onlara qarşı necə mərhəmətli olaq? Güya İslam dövləti qurmuşlar, sapıqlar. Bilirsən, neçə yüz min insan öldü orada. Heç nə, cəmaat yığdılar, qıldırdılar. Dedim, Peyğəmbərə salavat deməyin savabı odur ki, həm günahların bağışlanması üçün səbəbdir, həm insanın sıxıntısı aradan qalxır, həm Allah təala sənə xeyir dua edir. Allahın xeyir duası o deməkdir ki, günahların qəbul olunmasıdır. İşit ingilislərin projesidir. Ola bilər, inanıram. Siz Həzrət Əlini sevirsiniz. Biraz əvvəl Həzrət Əlidən danışmadım mən. Yəni bu dinləyicimiz yəqin ki Marsdan tezə düşür. Yoldaşım evlənib gizli, amma mənə baxmır. Elə şey olar. Necə yəni baxmır sizə? O necə gəlib ikinci evlənib ki, birinci yoldaşına baxmır. Elə şey olar. Subhanallah. La ilahe. Allahumma salli ala Muhammed və ala ali Muhammed, bəli, salavatın ən gözəl forması. Günəş çıxandan sonra, yəni günəş tam çıxdı, ondan sonra duha namazını qılmaq olar. Günəş çıxan vaxtı var ya, belə sarımtır olur, o deyil. Kalendarda yazılıb, kalendarlarda, cədvəldə günəş çıxdı. Yəni, o vaxtdan sonra bir 5 dəqiqə sonra qıla bilərsiniz duha namazını. Əqiq qurbanına inşallah, yəni indi bilmirəm, həccə gedirik Allahın izni. Həcdən sonra vaxt olsa gələrik Allahın izni. Mənim yoldaşım zinakardır. Allah onu islah eləsin. 12 dəqiqə deyil, yəni günəş çıxdı və salam, qıla bilərsiniz duha namazını. Duha namazının vaxtı günorta namazına 15, zöhr namazı 15 dəqiqə qalmış qılmaq olar. Namazda həvəslə davam edin, çoxlu zikr eləyin, əstağfurullah zikrin dilinizdən düşürməyin. İsmi Azam haqqında dua paylaşmışam, Instagrama girin, orada hamısı var o İsmi Azam duası hansıdır. Zinanın tövbəsi var, bəli. Zina tövbə odur ki, o həmən günahdan uzaqlaşır.
Hər şey üçün əstəğfurullah zikri. Hər şey üçün. Ha, bu ikinci evli söhbətini yığışdıran cəmaət birinci evlənə bilmir. Duha namazı günəş tam çıxandan sonra günorta namazına 15 dəqiqə qalmışa qədər qılmaq olar. 2, 4, 6, 8. Azı nədir? 2 rükət. 2, 4, 6, 8. Nafilə namazı gecə namazı nafilə namazıdır. Duha namazı nafilə namazıdır. Namazların sünnələri nafilə namazıdır. Nafilə yəni müstəhəb namaz deməkdir. Necə də dualarımız qəbul olunsun? Biraz əvvəl danışdım. İnşallah bu verilişi dərsimiz yəqin əvvəlcədən dinləməmişsiniz ona görə. Necə də necə də söz deyirəndə nə deməkdir? Başa düşmədim. Heç olmasa bir düzgün yazmağı öyrən. Söz atırsan bir düzgün yazmağı öyrən. Oxuyaq görək sənin dərdin nədir? Bəli, Arafə orucundan danışacaq inşallah. Arafə orucundan danışacaq inşallah. Duaların qəbul olması üçün sidq ürəyin dua eləmək. Birinci Allaha çoxlu təriflər deyirsən. Allahım sənə həmd olsun, sənin nemətlərinə həmd olsun, sən mənə bu qədər nemətlər vermisən. Allaha tərifləyirsən, Allahım sən ucasan, Rəbbimsən, mən sənə aciz qulunam, sənə möhtacam, fağıram, miskinəm. Ondan sonra Peyğəmbərimizə salavat gətirirsən, sonra Allaha dua edirsən. Və duanı bitəndən sonra bir dənə də salavat deyirsən Peyğəmbərimizə, onun əhl-i beytinə. Siz hansı məzəbdənsiniz? Mən İslam məzhəbindən, səhərdən nədən danışırıq? İslamdan danışırıq da, Yahudilikdən, Xristiyandan danışmırıq ki. İslamdan danışırıq, Quran ayəsi deyirik, Peyğəmbərimizin kəlamını deyirik. İslamdan, müsəlmançıdan danışırıq da, biz başqa nədən danışırıq? La ilahə illallah. Marsdan gəlməmişik. Bəzi qardaşlar var ki, dənizdə namazdan tam səfər sual axıra qədər gəlmədi. Qurban bayram ayın 6-sı, iyun ayının 6-sı Qurban bayramı. Qurban bayramı iyun ayının 6-sı. Ulduzun düşməyi nə ilə bağlıdır? Ulduzun düşmə ulduz deyil o düşən. Ulduz düşsə yer kürəsi dağılar. Bu qığılcımdır. O qığılcımdır ki, ulduz düşməz deyirlər. Mələklər o şeytanları yandırırlar ondan. O şeytanlar ki, mələklərin söhbətini dinləyib, oradan bir neçə şey oğrayıb, üzərinə 100 dənə də yalanla falçının qulağına fısıldamaq istəyirlər. İmtihan üçün la havlə və la quvvətə illə billah dilinizdən düşürməyin. La havlə və la quvvətə illə billah. Dəfnə yarpağını yandırmaq barədə. O dediyin şəxsi dinləməyin. O hədis inkarsıdır, Quran inkarsıdır. Adını çəkib bu məclisimizi murdarlamayın. Dəfnə yarpağı. Dəfnə yarpağı belə yandırmaq diye bir şey yoxdur. Göy dəfnə yarpağını yandırırlar, göy nəsə olacaq. Üzdəki tükləri almaq olar. Qadın yəni tükləri aldıra bilər bəli qadın. Çünki tük qadının gözəlliyinə manedir. Bəli, dua ən gözəl ibadət. Dua barəsində gözəl dərslərimiz var. YouTube-da girin, dinləyin. Dua barəsində o qədər gözəl dərslərimiz var. Duanın sirləri verilişlərimiz var ki, 4 veriliş, radio veriliş ancaq gedib duanın qəbul olunma sirləri. Onu bir gözəl bir dinləyin. Görəcəksiniz. Zövcəm hicab taxmaq istəmir. Taxsın hicab. Əri istəyirsə nə gözəl bir şey. Taxsın hicab. Həm də ki, Allahın buyruğudur. Subhanallah. Allah sizi borcunuzdan xilas eyləsin. Hamıya cavab verirsin məndən başqa. Görə bilməmişəm. Mən bir pişik saxlayıram, hər dəfə də ölür, hər dəfə də ölür. Nədən ola bilər? Ola baytarlıq oxumamışam. Pişik də ölür də. Pişik baytar aparanda pişik xəstələnir də. Mən hardan bilim ölür pişik? Demək istəyirsən,
çox olub. Ola bilsin göz zad dəyib demək istəyir pişiyə. Bilmirəm, onun dinlə əlaqəsi yoxdur yəni, bu pişik də ölür. Saxlam. Pişikdən də danışırıq. Baytara aparın xəstələrində pişik. Bəlkə pişiyin canı var, dərdi var. Bizim də qonşu pişik var. Həmişə yemək verirəm, balalayıb. 3 dənə balası olub. İndi kimə verəcəm bu balaları? Pişik paylamaqdan daha tanıyırlar hərəkətini. Nə qədər pişik verirsən bizə? Kiməsə verirəm. Deyirəm, pişiyi apar, bax, savabdır. Neyini? Pişiklərdən xilas olmaq lazım. Evdə istəmirlər. Onlar gəlirlər, imeni bizdə balalayırlar. Ya da gəlib balalayırlar, balalarını bizə gətirirlər ki, burada baxan var da. Mərsiyə dinləmək barədə fikirləriniz? Yox, nə mərsiyə? Mərsiyə zad yox dinimizdə. Ağlaşma zad, sinə döymək, ay niyə öldün? Ha, belə şey olar. Yas yerlərində olur, mərsiyə dilləri. Hara gedirsən? Kurorta gedir, hara gedirsən? Axirət dünyasına gedir. İnsan dünyasını dəyişir, deyir, hara gedirsən? Hə, belə mərsiyə olar, hara gedirsən? Vaxtsız getdi, hara geyirsən, bizi qoydun getdin, səndən doymadıq. Həyatda üzünə baxmayıb, öləndən sonra iman artır. Öləndən sonra qədrini bilirlər, mərsiyə ilə. Hicab taxmasan böyük günahdır, Allah hesab verəcəksən. Tax da, niyə taxmırsan? Məqaləmiz çıxdı mətbuat azda. Qurbanla bağlı. Paylaşacağım. Allah Peyğəmbər adı çəkilən musiqi dinləmək olar. Allah Peyğəmbər adı musiqi ilə çəkilər. Allah Peyğəmbər oyuncaq zatdır. Ağ demək günahdır, əlbəttə ki, ağ demək nədir? Baxın, Peyğəmbərimiz sallallahu buyurur ki, "Əl-mər'atullati", baxın, ağ deyən qadın, nədir? Ağlayır o bu, qadınlar olur, yasda ağladanlar. Əgər idələm tətub, əgər tövbə etməsə deyir, qiyamət günü ona deyir, qətrandan paltar giyidiləcək. Qətran niyənin yanıcı maddədir. Niyə yalandan danışaraq nə edir? Qadınları ağladır və ya üz cırır. Peyğəmbərimiz buyurur ki, o bizdən deyildir. Üz cıran, sinə cıran, ağ deyən. Bəziləri var, yaslarda xüsusi qadınlar var. Cəmaatı ağlatmaq üçün gəlirlər. Peşəyə bax. Ya Rabbi. Peşə nədir? Deyir, filan qadını gətirin.